Xəbər verdiyimiz kimi Təzəbinə və Seyidbəyli kəndlərinə yola salınan ailələr Xocalı şəhərinə çatıblar. Mənzillərin açarları təqdim olunub. ARB 24-ün xüsusi müxbirinin verdiyi məlumata görə qarşılanma mərasimindən sonra burada məskunlaşacaq ailələr həmin kəndlərə yola salınıb. Detalları ilə xüsusi müxbirimiz Habil Aslanoğlu'dan öyrənməyə çalışacağıq. Hər vaxtın xeyirli olsun Habil. Buyur, söz səndə. Salam Gülşən. Bəli, sən də qeyd etdiyin kimi biz hazırda Xocalı rayonunun Təzəbinə kəndindəyik. Bildiyimiz kimi bugün Xocalı rayonun 2 yaşayış məntəqəsinə, Təzəbinə və Seyidbəyli kəndlərinə köç karvanları artıq mənzil başına çatdı. Seyidbəyli kəndinə 10 ailədə 41 nəfər, Təzəbinə kəndinə isə 10 ailədə 44 nəfər mənzil başına çatdı ki, bu da Təzəbinə kəndinə ümumilikdə gələn ailələrin sayı 139, ailədə 609 nəfərə, Seyidbəyli kəndində isə 48 ailədə 168 nəfərə çatdı köç edən və onların bir ömür boyu artıq Dədə-Baba yurdunda yaşayacaq insanların sayı. Bəli, bugün kəndə çatan sakinlərimizi, soydaşlarımızı Azərbaycan Respublikasının prezidentinin Xankəndi şəhərində Xocalı və Ağdərə rayonları üzrə xüsusi nümayəndələrin əməkdaşları və Qaçqın və Məcburi Köçkünlərin Dövlət Komitəsinin əməkdaşları, rəsmiləri qarşıladı və onlara mənzillərin açarlarını təqdim etdi və bildiyimiz kimi bütün məcburi köçkünlərin, keçmiş məcburi köçkünlərin öz Dədə-Baba yurduna qayıtdıqları zaman dövlət tərəfindən onların evləri bərpa olunur və onların bütün köç xərcləri də dövlət vəsaiti hesabına qarşılanır. Yəni Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi tərəfindən onların həm yüklərinin daşınması, həm özlərinin kəndlərə daşınması, yəni sərnişin avtobusları, maşınları, avtomobilləri ayrılır ki, onlar rahatlıqla öz mənzillərinə, öz evlərinə qayıdırlar və bununla da bugün artıq ümumilikdə 20 ailə öz Dədə-Baba yurduna qayıtdı. Təbii ki, bu mütəmadi hal alıb artıq 2025-ci il sona çatır. Bu müddətdə onlarla belə biz köç karvanlarının, keçmiş məcburi köçkünlərinin öz Dədə-Baba yurduna qayıtma xəbərlərini ARB 24 izləyicilərinə və eləcə də dünya ictimaiyyətinə çatdırmışıq. Təbii ki, hələ ilin sonuna sayılı günlər qalsa da bu köç karvanları davam edir. Yəqin ki, hələ belə xəbərlərlə biz tez-tez çıxacağıq izləyicilərimizin qarşısına. Onlardan hazırladığımız reportajları, aldığımız müsahibələri izləyicilərimizə çatdıracağıq və onların öz dilindən eşidəsiniz ki, həqiqətən soydaşlarımız necə sevinç gözyaşları ilə öz Dədə-Baba yurduna qayıdırlar. Gülşən, bizdən bu qədər, söz sizdə. Təşəkkürlər Habil ətraflı məlumat üçün.